Üstəlikdən atmosferasından dəm qazının minlərlə bağlı tədbirlər sürücüsünüz nəqliyyat vasitəsinin sazlığı daimi diqqət mərkəzində saxlanılmalıdır. Və əlavə olaraq qeyd edib sizi saxlamaqda məqsədimiz də bilirsiniz ki, aprel ayının 25-dən may ayının 15-ədək Respublika ərazisində Daxili İşlər Nazirliyi və Ekologiya Təbii Sərvətlər Nazirliyi əməkdaşları birgə təmiz hava aliyyə start verilib. İştirakçınızdan Cəmiyyət vasitəsinin mühərrikdən artması və artması lazım. İlqar üçün vasitəsinin alınacaq. Standartlara uyğun cüzü yuxarı olsa da, amma bu inzibatı məşğul səbəb olur. Amma hər bir halda diqqətli saxlayın.